Deməli bugün gedirəm aeroporta, oradan gedirəm Türkiyəyə. Köşkün qabağında axırıncı bir video çəkirəm. Görək Türkiyədə başımıza nə işlər gələcək. Deməli istiqamət hara? Türkiyə, İstanbul. Bekle beni geliyorum. İndən belə türkçədə danışacağım. Gedirik aeroporta. Artıq aeroporta giririk. Çatırıq aeroporta. Bizim saatla saat 8-ə işləmiş olacaq İstanbulda. Bu da bizim beynəlxalq hava limanı. Ama niye demirsən ki, bura 50'likdir? 60'dır. 60'dır. Bizim beynəlxalq hava limanı. Azərbaycanda görüşərik. Aeroportun içində gedirik. Belə görək bizim biletimiz hardadır. Özümə buradan bir dənə su almaq istəyirəm. Bir dənə suların qiymətlərinə baxın. Köşkdə 1 manata satdığım kappilər 5 manat. 70 qəplik fantalar 4 manat. Gel 5 manat. Haydi su 50 qəplik banaqlar 3 manat. Yəni pulun yoxsa suzundan öl də. Deməli bizə yemək veriblər. Düyü, çörək, qaşıq, kola, naturalni sok, bir də salat, kəhriz suyu. Axır ki gəldik, düşdük İstanbul hava limanına. Biraz çətin gəldim ama belə də. Bax. Gəlmişəm körpüyə, eşsən. Yaxınca səsim düşdü. Mikrofonum da qabı evdə. Bu mənim də axı körpü. Vermişəm bunu arayın deyə. Gəlmişəm pulunu alam, o da hələ qalmışam belə. Bax belə. İşləyirəm amma. Bu gəmimə bax hələ. Bu gəmi də mənim. Qoy buradan baxım görüm hələ körpünün üstündən. Görüm hələ nə qədər maşın keçir. Mən anlatmırlar. Ay, çalan maşın keçirmiş ha. Bunlar mənə alladır. Mənə deyirlər az maşın keçir. El olmaz ya, başqasına verəcəm. Bu tərəfdə o Sezen Aksu'nun yalısı var. O gün mən salmışca bir çay çək.
Gedə bilərəm indi. Ya, tabii hemen. Gideriz hemen. Şuradan bir tane gemi atlar gideriz. Bu gəmi mənim də gəmiləşdik. Ya, gidelim. Güya gəlmişik İstanbula, Azərbaycanlılarla yığışmışıq. Gətiblər mənə pivə içməyə. Pivəni harda içirik? Bazar var burada. Meyvə bazarıdır bura. Meyvə bazarı. Onun həyətində bu ağacların altında buna bax, bomuş kimi. Bax pivələr. Bax. Neçə nəfərik? 5 nəfərik. Hələ burada bir nəfər var bax. Bu pivə içmir. Bu bizim hacımızdır. Bax, bu bizim hacımızdır. Bax. Hə, əziz izləyicilər, elə o parkdakı, yəni Azərbaycan uşaqlarının oturmağın üstünə jandarmalar gəldi, bizim hamımızı götürdü, apardı karakola. Karakolda bir neçə saat saxladılar, biraz problem yaşandı. Ona görə də ondan sonra videonun davamını çəkə bilmədim. Elə biletimi aldım, gəldim Azərbaycana. Yəni bizim İstanbul macərası belə bitdi. Sağ olun, özünüzə yaxşı baxın.